Yaş 30'u keçəndən sonra bəzi insanların ayaqlarında ödəm, yəni şişkinlik yaranır. Lakin düzgün şəkildə yanaşılsa, həmin adamlar yaşlı vaxtlarında ödəmdən əziyyət çəkməzlər. Bu videoda sizə ayaqların şişməsinin qarşısını almağın yollarından və səbəb olan amillərdən danışacağam. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Ödəm şişkinlik insanların əksəriyyətində olur. Onlar həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün dərmanlardan istifadə edirlər. Lakin dərmanlar şişkinliklərə səbəb olan problemi kökündən həll etmir. Ödəmin əsas səbəbləri və təbii həll yolları səbəblərdən ən birincisi şəkər və karbohidrat əsaslı qidalanmadır. Bu zaman insulin miqdarı da yüksəlir. Yəni iki tərəfi də kəskin olan bıçaq insanın sağlamlığına qənim kəsilir. Normadan artıq şəkər qəbul etdiyinizdə orqanizminiz şəkəri glikogen olaraq depolamağa məcbur qalır. Bəs glikogen nədir? Glikogen kalium ilə bir-birinə bağlı olan glukoza molekulları zənciridir. Yəni şəkəri qəbul etdiyimizdə kaliumu və suyu glikogeni depolamaq üçün istifadə edirik. İzah edim. Depolayacağınız hər glukoza ilə birlikdə 3 molekul su depolayacaqsınız. Başqa sözlə şəkər qəbul edərkən onun miqdarından 3 dəfə çox su içməliyik. Nəticədə orqanizmdə depolanan mayenin səviyyəsi yüksəlir. İnsanlar az karbohidratlı pəhriz tətbiq etdikləri zaman sürətlə bədəndən maye xaric edilməsi bununla bağlıdır. İlk həftədə 3-6 litr mayədən xilas olmaq mümkündür. Şəkər qəbulu orqanizmdə kalium çatışmazlığına da səbəb olur. Kalium səviyyəsi, yəni natrium balansı pozulduğunda da orqanizm maye depolamağa başlayır. Natriumun mayeni bərk-bərk tutub saxladığını bilirik. Yəni kalium glikogenin daxilində sıxılıb qaldığından orqanizm kaliuma ehtiyac duyur. Nəticədə maye depolayır. Səbəb təkcə natrium və ya aşağı kalium səviyyəsi deyil. Eyni zamanda insulinin qəfildən artmasıdır. İnsulinin səviyyəsindəki qəfil yüksəlmə də natriumun maye tutmasına səbəb olur. Buna görə də şəkər xəstələrinin ayaqlarında daha çox da dizdən aşağısında şişkinlik, su yığılması müşahidə edilir. Çünki onların qanında şəkərin səviyyəsi çox yüksəkdir. İnsanlar karbohidrat qəbulunun azaldılmasının, ayaqlardakı su yığılmasının qarşısını ala biləcəyinin fərqinə hələ varmayıblar. Rafinə edilmiş şəkər yediyimizdə orqanizmimizdə B1 vitamini azalmağa başlayır. B1 vitamini çatışmazlığı da ayaqlarda şişkinliyə, ödəmə səbəb ola bilir. Az karbohidratlı pəhriz tətbiq edərək problemin həllinə yaxınlaşmaq mümkündür. Keto pəhrizi hazırda dünyada çox populyardır. Kalium natriumun səviyyəsini nəzarətdə saxlayır. Əslində bu elə də böyük problem deyil. Əgər həddən artıq duz yeyirsinizsə, natrium miqdarının çoxalmasına qarşı müqavimət göstərə biləcək qədər kalium qəbul etməlisiniz. Konkret ölçü desək, gündəlik qəbul etdiyiniz natriumdan 2 dəfə artıq kalium lazımdır. Mütəxəssislər deyir ki, gün ərzində 4700 milliqram kalium qəbul etsəniz, natriumun mayeni saxlamaq, cəhdinin mənfi təsirlərini azalda bilərsiniz. Sizə təəccüblü gələ bilər, amma tərəvəzləri sevməyən insanlar da var. Aparılan bir araşdırmalara görə, orta səviyyəli bir insan gün ərzində 1,5 stəkan tərəvəz yeyir. Lakin orqanizmin gündəlik kalium ehtiyacını ödəmək üçün 7-8 stəkan tərəvəz lazımdır. Xüsusən göyərtilər kaliumla zəngindir. Rasionunuza göyərti daxil etsəniz, natriumu təcrid etmək, artıq mayedən qurtulmaq şansınız artar. Bəzi insanlar həm rasionda tərəvəz miqdarını artırırlar, həm də kaliumu qida əlavəsi kimi qəbul edirlər. Nəticədə mayeni xaric etmək üçün lazım olandan artıq kaliuma sahiblənirlər. Proses çox sürətlə həyata keçir. Məsələn, axşam kaliumu qida əlavəsi kimi qəbul edin. Səhər oyanın və ayaqlarınıza baxın. Şişkinliyin önəmli dərəcədə azaldığını görəcəksiniz. Natriumun gizli mənbələrindən biri də ayaqüstü yeməklər təklif edən restoranda qarşınıza çıxır. Natrium glutamat monosodyum, glutamateyə asılılıq yaradan bütün ləzzətli hazır yeməklər natrium glutamat ilə zəngindir. Natrium glutamat dad bilmə reseptorlarını genişləndirir. Beləcə biz dadları olduğundan daha yaxşı qəbul edirik və natrium glutamatla zəngin qidaları yedikdən saat yarım sonra acırıq. Natrium glutamat insulinin səviyyəsini də yüksəldir.
Yəni onun qəbulu elə şəkərin qəbulu kimi bir şeydir. Bu da dilemma yaradır. Çünki həqiqətən ləzzətli olan yeməkləri yedikdən bir gün sonra belə təsirləri hiss olunur. Kiçik ipucu verim. Özünüz müşahidə edin. Hansısa məclisdə tıxa basa yeyin. Ertəsi gün oyananda barmaqlarınızdakı üzükləri çıxara bilmədiyinizi, ayaqlarınızda şişkinlik olduğunu görəcəksiniz. Elə adam var ki 10 illər boyunca bu cür çaqqa-çuqqa ilə gün keçirir. Normal yemək bişirib yemir. Odur ki bundan sonra yediyiniz qidalara diqqət edin. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.